Hi, dear students. I am Soy Ismailova. I am an English teacher at National State Technical College and the National State University. Today, I want to introduce you a new video lesson on grammar. So, let's begin. Əziz tələbələrimiz, bildirdiyim kimi, birinci dərsimiz qrammatik mövzuda olacaqdır. Bu mövzumuz 11-ci sinif dərsliyində yer alan past perfect continuous, yəni keçmiş bitmiş davam edici zaman haqqında olacaqdır. Bildiğiniz kimi İngilis dilində zaman formaları çoxdur. Onlardan da biri keçmiş bitmiş davam edici zamandır. İzahım zamanı sizə bu zaman formasının necə düzəldilib, sual və inkar formaları necə yaranılır, nə zaman işləndirir və eləcə də zaman zərfləri haqqında sizə məlumat verəcəm. İlk öncə gəlin bu zaman formasının nə zaman işləndiyi haqqında sizə məlumat verim. Tərcümədən də göründüyü kimi bu zaman forması, yəni keçmiş bitmiş davam edici zaman, danışıq dilində çox da istifadə olunmayan zaman formalarından biridir. Amma biz bu zaman hərəkətin nə qədər davam etdiyini bildirmək üçün istifadə edə bilərik bu zaman formasından. İlk öncə bu zaman formasının düzəlmə qaydasına diqqət edək. Düsturda da göründüyü kimi, cümləmizdə mübtada hərf köməkçi feili, bin, sonra isə verb ing, yəni feil və feilin sonunda inc təşkilçisi artırmaqla bu zaman formamız düzəlir. Biz bilirik ki, feillər 4 formada olur, inci zaman forması, keçmiş zaman forması, bitmiş forması və davam edici zaman forması. Bu zaman formasının düzəldilməsində isə bizə feillərin davam edici zaman forması lazım olacaqdır. Elə isə bir misal alaq. They had been playing tennis. Onlar tenis oynayırdılar. Burada müsadamız deyil, köməkçi feilimiz had been, feilimiz play, sonunda isə inc təşkilçisinin artırmaqla biz bu zaman formasını düzəltmiş olduq. İndi isə bizə inkar formasını düzəltməsinə baxaq. İnkar formasının isə mübtada hər köməkçi feilinin sonra inkar adı, daha sonra bin, daha sonra isə yenə feil və feilin sonundakı inc forması və burada isə had not birləşməsinin qısa forması və uzun forması göstərilmişdir. Sual formasında isə hər köməkçi feili mübtadadan əvvələ keçməyi düzəlib və biz əziz tərəfdən əvvəl dərslərimizdən də bilirik ki, İngilis dilində sual cümlələri köməkçi feillərin əvvələ keçməsi ilə yaranır. Hər zamanında özünə görə bir quruluşu vardır. Sual formasında isə had they been playing tennis, onlar tenis oynayırlarmı? Burada isə şəxslər üzərində daha da aydın göstərilmişdir. Gördüyünüz kimi mübtədalarımız, bizim təsdiq cümlələrimiz, inkar cümləmiz, sual forması və sual inkar forması. Bütün şəxslər üzrə, hər keçmiş zamanda bütün şəxslər üzrə eyni forma yazıldığına görə bütün şəxslər üzrə heç bir dəyişikliyə məruz qalmır. Bütün şəxslərdə hər köməkçi feilindən istifadə olunur. Eləcə də inkar formasında, sual formasında da yenə də həmçinin. Əziz tələbələr, biz indiki bitmiş davam edici zamanı işlərkən, əgər xatırlayırsınızsa, biz o zaman have, has köməkçi feillərini istifadə edirdik. Çünki üçüncü şəxsin təkinə görə bizim köməkçi feillərimiz dəyişirdi. Amma bu zaman formasında, yəni past perfect continuous və past perfect progressive də deyilir bu zaman formasına istifadə edərkən, düzəllərkən bizim bütün şəxslər üzrə hər köməkçi feilindən istifadə edə bilərik. Bütün şəxslər üzrə bu dəyişilmədən qalır. Və ondan da əlavə bildirməliyik ki, keçmiş bitmiş davam edici zaman nə zaman işlənir və bu suala cavab tapmalıyıq. Keçmiş bitmiş davam edici zaman keçmişdə müəyyən bir ana qədər davam edən hərəkətləri bildirmək üçün istifadə olunur və bütün zamanlarda bildiyiniz kimi bizə zaman zərfləri lazım olur. Eləcə də keçmiş bitmiş davam edici zamanda da bizə lazım olan bir sıra zaman zərfləri vardır. Onlardan da var when, for, since, and before. Bunlar bizim cümlələrimizdə istifadə olunan zaman bağlaclarımızdır. Birinci misalımıza bax, əziz tələbələrimiz. I have been planning to visit Tibet for 3 years when I wrote a letter.
Demək, mən Latveriyanı udanda, qazananda 3 il idi ki, Tibetə getməyi planlaşdırırdım. Burada bizim for zaman bağlayıcı sözünü görürük. Əslində biz for sözünü üçün kimi də bilirik, söz ölçümü for funksiyasını bilirik. Amma bu zamanda isə biz onu zaman bildirən mənada istifadə edirik. Burada istifadə edildiyimiz zaman bildirən sözümüz for. İkinci cümləmizə baxaq. She had been taking photos in the museum secretly before the guide noticed her. Demək, o bələdçi onu görənə qədər o muzeydə gizlicə şəkillər götürürdü, yəni gizlicə şəkillər çəkirdi. Bu zaman üçün bizim zaman bildirən sözümüz before oldu. Demək, bələdçi onu görənə qədər o demək, şəkillər çəkilmiş işi o zamana qədər şəkilləri çəkməyi imiş. Üçüncü cümləmizdə isə they felt very tired as they had been hiking since morning. Onlar səhərdən bəri yürüyüşə çıxdıqları üçün çox yorğun hiss edirdilər. Burada isə zaman bildirən sözümüz since bağlayıcısıdır. Bir də ki, əziz tələbələrimiz, biz bilirdik ki, bu zamanı biz düzəldərkən had, been, sonra isə feilimizin sonuna ilk əklisi əlavə edərək bu zamanı düzəldirik. Nümunələrdə görürük, had been, burada plan feili axırına ing, sonra take, taking, or hike, hiking kimi istifadə edirik. Amma İngilis dilində bəzi feillər vardır ki, onlar heç vaxt davam edici formanı qəbul edə bilmirlər, qəbul etmirlər. O feillərdən də bəziləri burada sizə göstərmişəm. Be, cause, know, love, like, hate, have. Bu feillər o feillərdəndir ki, onlar heç vaxt davam edici quruluşa malik olmurlar. Eləcə də bu zaman formasında da onlar davam edici formaya düşə bilmirlər. Yəni bu feillərin heç biri nə ilk davam edici, nə keçmiş davam edici, nə də ki bu zaman formasında isə ayıncı feillərini qəbul edə bilməyən feillərdir. Bundan əlavə nümunələri keçməmişdən əvvəl bildirmək istəyərdim ki, İngilis dilində qrammatikada zamanların uzlaşması qaydasına görə bu zaman forması, yəni past, perfect, progressive zaman forması cümlədə yalnız keçmiş sadə zamanla uzlaşa bilir. Digər zamanlarla uzlaşa bilməz. Yəni biz əgər cümləmizə past, perfect, progressive-dən istifadə ediriksə, biz artıq orada heç bir digər zamanları, gələcək zaman, birinci sadə zaman, davam edici zamanları biz orada görə bilmərik. Nümunələrə baxaq və birlikdə bu boşluqları tamamlamağa çalışaq. Birinci cümləmizdə the roads were closed as it. Feilimiz burada snow feilidir və öyrəndiyimiz qaydaya görə biz bu cümlələrdə had been, sonra isə feilin sonuna ilk əklisi artırmağı davam eləməlidir və cümləni tamamlamağa çalışaq. Mübtədamız burada it, üçüncü şəxsin təşkildə, had cümləsi feilimiz, been həmçinin, feilimiz isə snow feili olduğuna görə axırına ing artırılır. Burada snow sözünün qar mənası olduğunu bilirik, həm də İngilis dilində snow qar yağmaq mənasına da gələ bilən bir sözümüzdür və cümləni bu formada tamamlamış olduq. Bütün gün qar yağdığına görə yollar bağlanmışdır. Bayaq da qeyd edildiyimiz kimi past perfect progressive zaman forması cümlədə yalnız keçmiş sadə zamanla uzlaşa bilir. Bu zaman biz were cümləsi feilini görürük, bu da bizə keçmiş sadə zamanı göstərir. Keçmiş bitmiş davam edici zaman işlənən bütün cümlələrdə biz digər zamanları, yəni ilişki sadə zaman, gələcək zaman və yaxud da ki, davam edici zamanları görə bilməliyik. İkinci cümləmizdə isə cümləyə baxanda görürük ki, cümləmiz sual formasındadır. Buna görə də başda öyrəndiyimiz qaydaya əsasən had cümləsi feilinin mübtədanın əvvələ keçdiyini artıq biz öyrəndik. Ona görə də cümləmizi qurmağa çalışırıq. Burada mübtədamız yoxluğuna görə həm mübtədadan əvvələ yazılıb, digər quruluşda isə olduğu kimi davam edirik. How long had you been waiting on the mountain when the rescuers arrived? Tərcüməsində xilas edicilər çatanda siz qalda nə qədər gözləmişdiniz kimi tərcümə edə bilərik.
Və qeyd etdiyimiz kimi bu zaman forması keçmişdə müəyyən bir ana qədər davam etməkdə olan hərəkətləri bildirirdi. Bunu qeyd etmişdim. Və bu zaman iki hərəkət qarşılaşdırılır. Demək, xilas edicilərin gəlib çatması və dağda gözləyən insanlar deyək. Və bu zaman bu ikinci tərəfimiz sadə zamanda, keçmiş sadə zamanda, birinci tərəfimiz isə keçmiş, bitmiş, davam edici zamandır. Və bu hadisə daha əvvəl baş verdiyinə görə biz bunu davam edici zamanla ifadə edirik. Digər zamanımız isə sadə, keçmişdə ifadə olunur. Üçüncü cümləmizə nəzər salsaq, üçüncü cümləmizdə isə biz not inşaat adını görürük və cümlənin inşaat olduğunu başa düşürük. Və bu zaman biz bilirik ki, öyrəndiyimiz qaydaya görə not inşaat adı həddən sonra işlənməlidir. Fiilimiz isə sleep olduğuna görə cümləni tamamlamağa çalışırıq. They had not been sleeping for 24 hours since they arrived in Svalbard. Demək, onlar Svalbard'a çatandan bəri 25 saat idi ki, demək, onlar yuxu yatmamışdılar. Yenə uzlaşmaya fikir versək, keçmiş, bitmiş, davam etdiyi zaman və fiilimiz burada arrived, yenə keçmiş sadə zamanda. Dördüncü cümləmizdə Ella was completely exhausted as she elimizin burada travel olduğunu görürük. Continuously for 3 years. Biz yenə burada for bağlayıcımızı görürük, zaman bildirən sözümüzü bildiririk. Çünki for zaman bildirən sözlərlə birləşəndə artıq üçün funksiyasından çıxır və zaman mənasını ifadə edir. Və bu cümləni biz tamamlamağa çalışırıq. Müsədamız she, yenə had, been, fiilimizlə travel olduğuna görə traveling deyə biz onu tamamlayırıq və yenə cümlə uzlaşmasına baxsaq, yəni cümlədə was-la uzlaşdırılır. Çünki was keçmiş sadə zamanı ifadə edən köməkçi fiilimizdir. Beşinci cümləmizdə isə yenə cümləmizi verilən fiili əsasən tamamlamağa çalışaq. Yenə cümləmizi əgər fikir versək, biz burada before sözünü görürük və hansı ki bu zamana xas olan zaman bildirən sözlərdəndir. Və o cümləni tamamlayırıq. She had been trying to realize the first dream on her bucket list for more than 2 years before she finally found the right opportunity. Burada uzlaşma qaydasına diqqət edirsək əgər, yenə biz burada had been trying, keçmiş, bitmiş, davam etdiyi zaman, digər tərəfdən isə found fiilini görürük. Bilirsiniz ki, əziz tələbələrimiz fail qaydasız fiildir. İkinci zamanda fail, keçmiş zamanda isə found olaraq yazılır. Yenə cümləyə fikir versək, yəni bir hərəkətin bir hərəkətə qədər davam eləməkdə olan hadisələri bildirmək üçün istifadə olunur. Əziz tələbələr, düşünürəm ki, bu məlumat sizin üçün faydalı oldu. İzahı zamanı mən sizə bu zamanın düzəlmə qaydası, sual və icra formaları yaranması, hansı zamanla uzlaşdığı və hansı zaman zərfləri ilə işləndiyi barədə sizə məlumat verməyə çalışdım. Ümid edirəm ki, video sizin üçün çox faydalı oldu.